Dostlar, deməli ilk dəfədir bizim belə bir tədbir təşkil etməyimiz. Bizim operator damımızı bunlar həvəskardırlar. Texnika yoxdur. Ən azı telefon tutmağa çubuq yoxdur. Çox təəssüf, çox. Şayət qədər keyfiyyətli çəkiliş aparıla bilməyib. Bütün bunlar hamısı pula bağlıdır, texnika bağlıdır. Təəssüf ki, o da yoxumuzdur. Diyaloqa Deməli, sonda heykəlin yanına yığışırlar və orada çıxışlar başlayır. Aydın bəyin çox möhtəşəm, gözəl bir çıxışı. Aydın Ələkbərov müqavimət hərəkatının liderlərindən biri. Həm bizə maraqlıdır. Yap niyə bu günü bayram eləmir? Dövlət niyə bayram eləmir? Bu bayram deyilmi? Bayram ise niye bunu bayram eləmirlər? Maraqlıdır. Dostlar biraz sakit olun. Her bir milletin tarihinde kızıl hərflərlə yazılmış bir şanlı tarih olur. Azərbaycan xalqının tarixində en şanlı kızıl hərflərlə yazan, tüm ruhunuyla, xalqı qəlbiyle dünyaya özünü tanıtıran bir millet kimi tanıtılan en büyük tarixi hadisə 1918-ci 20-ci yıl Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasıdır. İcazə verin bu gözəl gün münasibətilə, bu xeyirli gün münasibətilə, qızıl hərflərlə yazılan bu tarixi bir gün münasibətilə bütün Azərbaycan xalqını başta sizler olmakla səmimi qəlbdən təbrik edeyim və inandıraq ki, və hamımız inanaq ki, Böyük Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü bir dəfə uzanan bayraq, bir daha erməz ideyası ölməyəcək. Sizin kimi ləyaqətli, sizin kimi vətənpərvər insanlar durdukça bu bayraq uzalacaq, bu bayraq daima dalğalanacaq və yeni zəfərlər Azərbaycan xalqının tarixində demokratik bir dövr yaşayacaq və Azərbaycan xalqı öz layıqlı, Azərbaycan xalqı öz istədiyi bir dövrü yaşayacaqdır və bu münasibətlə yenə də siz səmimi qəlbdən ürəkdən təbrik edirik və çatdırmaq istəyirik ki, bəzən el içində belə bir deyim var. Deyir, yoxdan var eləyən Allah. Bu günlərin Allah'ın bütün iradesini kenara koysak 1918 yılda başta Mehmet Emin Rəsulzadə olmakla yoktan bir devlet yarattı. Azerbaycan Xalq Cumhuriyyətini. Doğrudan da vaxtilə feodal bir devlet olan, ərazisi kəndlərdən ibarət olan, yalnız 200 şəhəri olan, sənaye şəhəri olan bir xalq, cəhalət içində yaşayan bir xalqı cəmsə 50 nəfər, 100 nəfər ziyalısıyla bütün dünyaya sübut elədi ki, bu xalq qəhrəman xalqdır, bu xalq mübariz xalqdır, bu millət öz dövlətdən sadiq qalmaqdır və milli ideologiyanın daşıyıcıları olan Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi şərəfli insanlar, ləyaqətli insanlar bir bayraq uzatdılar, bir dövlət qurdular, şərqdə İş Demokratik Cumhuriyyəti qurdular və dünyaya sübut etdilər ki, bu xalq dövlətini yaradan xalqdır, bu ölkəsini yaradan xalqdır, bu milləti yaradan xalqdır və buna görə də yenə də Azərbaycan xalqı həmişə dünya durduqca bu ideyanın, milli ideologiyanın daima daşıyıcı olacaq və müvəqqəti olaraq arasında baş vermiş bu avtoritar sıkıntı rejim de çıkıp gidecek. Azerbaycan özünün siyasi məhbussuz bir hayatını yaşayacak. Azerbaycan özünün vicdan məhbusu olmayan bir ölkəyə çevrilecek, çiçəklənən bir ölkəyə çevrilecek. Ben bu münasebetle
indidən hamınıza salamlar yetirirəm. İnanıram ki, Məhəmməd Əmin Rəsulzadə ruhu, Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşların qoyduğu bizə milli ideologiya əsrlər boyu yaşayacaqdır. Hörmətli dostlar, icazə verin. Azərbaycan Xalq Cümhuriyyətinin bugünkü bayram münasibətdən danışmaq üçün sözü Azərbaycan Parlamentinin dönəm sədri Namizəd bəyə verir. Çox sağ olun, çox sağ olun. Dostlar, hər birinizi ürəkdən təbrik edirəm ki, bugün Azərbaycan Xalq Parlamentinin, Milli Müqavimət Hərəkatının, Azərfredon efirinin çağırışı ilə, təşkilatçılığı ilə əziyyət çəkib bu bayrama toplaşmışsınız. Mən bir daha bu təşkilatlar adından sizə dərin minnətdarlığımı bildirim. Hər biriniz əziyyət çəkib bu məclisə, bu bayrama yığışmışsınız. Bugün Azərbaycan Cumhuriyyətinin yaradılmasının 107 illiyi tam olur. 107 il bundan qabaq doğrudan da elə bir mürəkkəb tarixi şəraitdə bizim babalarımız böyük bir hərəkatın əsasını qoydular. Bizim indiki dövlətçiliyimizin əsasını qurdular. Heç yerdən ayrı-ayrı pərakəndə rayonlardan toplaşmış insanlar, Azərbaycanın bütün rayonlarından, Bakı şəhərindən toplaşmış kişilər bir cumhuriyyət yaratdılar. Biz bugün bu cumhuriyyətin varisləriyik. 1918-ci ildə mürəkkəb bir tarixi şərait mövcud idi. Rusiya imperiyası mütləqiyyət dağılmışdı. Rusiya mütləqiyyətinə daxil olan ayrı-ayrı ölkələr, vilayətlər pərakəndə halda nə edəcəklərini bilmirdilər. Bu zaman bizim babalarımız ayağa qalxdılar və bildilər ki, belə bir dövrdə Azərbaycanın müstəqil bir dövlətinin yaradılması vaxtı çatıbdır. Tbilisdə vaxtilə Zaqafqaziya Seymi kimi fəaliyyət göstərən oranın deputatları, bizim hamımızın bugün Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Fətəli xan Xoyski və digərləri Azərbaycan dövlətinin əsasını qoydular. Onlar dağılmış Rusiya, xarabazarlığa çevrilmiş Rusiya imperiyasının xarabazarlıqları içərisində bugünkü günümüzün, bugünkü dövlətimizin əsasını yaratdılar. Biz bir daha hamımızın adından o şəxslərin ruhu qarşısında baş əyirik. Onlar bizim hal-hazırda bir dünyanın 200 dövləti arasında Azərbaycan adlı bir dövlətin də əsasını qoyublar. Heç kim deyə bilməzdi ki, o mürəkkəb dövrdə nələr baş verə bilərdi. Bəlkə də adi bir tarixin gedişində Azərbaycan dövlətinin əsası qoyulmazdısa, bugün də biz müstəqil Azərbaycan dövlətini yarada bilməzdik. Çox təəssüf ki, bizim o dövlətimiz cəmi tarixin o mürəkkəb dövründə heç uzun müddət yaşaması da bəlkə mümkün değildi, dağıldı. Lakin biz bu dövləti unutmadıq. Biz onun bayrağını, himnini, gerbini unutmadıq və 70 ildən sonra o bayrağı bir daha qalxızdıq. Məhəmməd Əmin Rəsulzadə çox gözəl demişdi. Bir dəfə qaldırılan bayraq bir daha inməz. Bugün gör nə qədər bayraqlarımız dalğalanır. Biz bu da bayraqların fövqündə bir dövlət yaratmışıq. 91-ci ildə biz yenidən Azərbaycanın müstəqilliyinə nail olduq. Doğrudur. Bugün biz əsas xalq kütlələri, xalq Azərbaycanın bu müstəqilliyinin töhfələrindən lazımı qədər faydalana bilmir. Lakin biz mütləq bu məqama da gəlib çıxacağıq. Müvəqqəti çətinlik dövrləridir. Biz mübarizə aparıq, Azərbaycanın tam həqiqət müstəqilliyinə nail olacağıq. Çox təəssüf ki, bugünkü hakimiyyətdə olan qüvvələr Azərbaycanın müstəqilliyinin inkişafına maneçilik törədilər. Onlar nəyin bahasına olursa olsun yenidən Azərbaycanı Rusiyanın, SSR-nin tərkibinə daxil etmək üçün addımlar atırlar. Lakin mən bir yaldakı görürsün nə qədər insanlarımız əziyyət çəkərək şəhərdən ayrılan Azərbaycan rayonlarından bugün də çox sağ olun ki, Azərbaycan rayonlarından əziyyət çəkib bu bayram gününə gələnlər çoxdur. Bizim yarıdan çoxumuz rayondan gələnlərdir. İmkansız insanlardır, avtobuslar tutdular, öz maşınları ilə
bayrama gəliblər. Mən bir daha onlara dərin minnətdarlığımı bildirirəm. Mütləq onlara dərin minnətdarlığımızı bildirməliyik ki, 15-20 dəqiqəlik, yarım saatlıq bu tədbirdə iştirak etmək üçün bu qədər böyük yol gəliblər. Deməli, Azərbaycan ideyaları ölmür. Azərbaycanın bütün nöqtələrində bu ideyalar yaşayır və bizim də borcumuz bu ideyaları ölçəmləndirmək, həqiqi dövlətimizi yaratmaq, onun nailiyyətlərindən bütün xalqımızın bəhrələnməsi üçün imkan yaratmaqdır. Mən sizə bir daha minnətdarlığımı bildirirəm. Məmməd Əmin Rəsulzadənin başçılığı ilə, Fətəli xan Xoyskinin başçılığı ilə, Əlibək Hüseynzadənin başçılığı ilə yaradılmış bu dövlət mütləq qalib gələcəkdir və biz dünya dövlətləri içərisində öz bayrağımızı daha yüksəklərə qaldırarıq. Bir də hər Buradan xanım bacını xüsusi salamlayıram, əllərindən öpürəm. Görürsən də, Ali bəy, fikir etsən, mənim də bacılarım var. Bax, həmişə öndə... Sizə də, bacılarınıza da, bacılarımıza da. Salam olsun hamısına. Xanım bacını haqlı Namizəd bəyə də dərin təşəkkürlər gözəl çıxışına görə. Bəli. Bu xanım bacını dəlxanə salmışdılar. Xatırlayıram da Qurban bəy. Siz dediniz, utandılar, öldülər, yere girdiler, tez səhvlərini düzəltdilər. Yadımdadır sizin onunla bağlı apardığınız vermişler. Hörmətli bəylər, hörmətli xanımlar, Namizəd bəy qeyd elədi. Bəzən o məsələnin ziddiliyinə biz o qədər də fikir vermirik. O zaman Azərbaycan doğrudan da bir əyalət idi. Rusiyanın ərazisində bir prefektura idi. Məmməd Əmin Rəsulzadə may ayının 28-də Ağliyarla Azərbaycanın baxımsızlığını elan edərkən minlərlə, milyonlarla insan, həmin dövrdə 2 milyon yarım əhali vardı. Bəzən düşünürlər ki, bu təfəkkürə malik olan insanlar necə dövlət yarada bilər? Bax, Məmməd Əmin Rəsulzadə böyüklüyü bundadır. Bu gündən dünyada 4000'ə yaxın xalq var. Yalnız onun 200'ə yaxını öz dövlətini qurur. Həmin dövləti quranın biri Məmməd Əmin Rəsulzadədir. Əslən vətənlər diqqətlə fikir verin. Baxın, siz bugün bu ekranda gördüyünüz insanları son 30 ildə siyasətin, belə də siyasi fəaliyyətin önünde görməmisiniz. Son geç belə adamlar olmuyordu, düzdürmü? Xalq parlamentinin fəaliyyətin nəticəsində elə adamlar çıxıb ortalığa ki, bu millətin bizə necə kadrları var, necə kişiləri var, necə qızları var, necə xanımları var. Millətə sahib çıxan o qədər insan var, dostlar. Narahat olmayın. Hər şey belə olacaq. Dünyaya Azərbaycan, BMT Azərbaycan adını qəbul elətdirən Məmməd Əmin Rəsulzadə və onun silahdaşlarıdır. Əgər bu günlərim həmin dövr olmasaydı, 20-ci ildə işğaldan sonra ümumiyyətlə bugünkü Azərbaycan yox, bugünkü xalq olmayacaqdı. Yəni məsələnin bu qədər əhəmiyyətini dərk eləmək üçün deyirəm. Çünki zaman-zaman yavaş-yavaş şəhərlər, Bakı, digərləri bəzən deyirlər, həmin dövrdə Yerevan yarandı. Mən sual verirəm, bu günlərim Azərbaycanda cəmisi Gəncədən başqa bütün ərazisi Ermənistan tərəfindən işğal edilmiş, Bolşevizm tərəfindən işğal olunmuş. Yalnız Gəncə və Gəncəbasar əyaləti azad olmuş və orada da Andronikin ordusundan Şamiyan ortası Yevlax Ucarda birləşib sonuncu zərbə endirib. Bununla Azərbaycan varlığına sonra bir millət kimi yer üzündən silinəsi bir milləti belə bir yaşatmaq nə qədər böyük cəsarət, nə qədər böyük hünər, doğrudan da bu böyük bir hünər istəyirdi. Böyük bir süzayət istəyirdi, bir cəsarət istəyirdi. Və bu dövrdə də zaman-zaman 70 yıl Sovet rejimi dövründə yaşadıq. Amma o milli ideologiya daşıyıcısı, milli ədəbiyyatımızın daşıyıcısı, milli incəsənətin daşıyıcısı bu xalqı ölməməyə qoymadılar. Və qəlblərində, könüllərində oturduqları o bayraq sevgisi nəhayət 1991-ci ildə Azərbaycan parlamentinin üzərindən dalğalandırdılar. Və həmin o insanlar da günlərin çoxu burada iştirak edir.
Mən əminəm ki, Azərbaycan Xalq Cumhuriyyətinin böyük hissəsi hələm, mən 30%, 20% hissəsi deyərəm hələm yazılıdır. Böyük bir hissəsi hələm yazılmıyordur. Bizim alimlərimizə, tarixçilərimizə ehtiyac var. Və inanırıq ki, bu tarix öz dolğunluğundan aslandan sonra bu dövrün 18-20-ci Azərbaycan Demokratik Cumhuriyyətin nə boyda fədakar bir əmək sərf elədi, nə boyda bir millət yarattığını onda şahidi olacaqdır. Böyük Məhəmməd Əmin Rəsulzadənin vaxtilə dedi, millətlərə istiqlal, insanlara hürriyyət prinsipi öz dolğun həllini tapacaqdır. Və inanırıq ki, bu dövr yaxındadır və tam yaxındadır. Sizin şücaətinlə, sizin cəsarətinizlə, sizin fədakarlarla, sizin içinizdə daşıdığınız o milli dövlət sevgisindən, vətən sevgisindən, Azərbaycan sevgisindən buna nail olacaq. Bəylər, icazə verində sözü Milli Müqavimət Hərəkatının qurucularından bizim belə deyək, Asiyadamız Təranə xanıma söz verək. Buyurun Təranə xanım. Asiyada məşhur Türk qəhrəmanıdır mifologiyasında. Xanım qəhrəmanı. Əvvəla təşəkkür edirəm Aydın bəy söz verdiyiniz üçün. Məhəmməd Əmin Rəsulzadənin abidəsinin önünə ziyarətə gələn bütün Azərbaycan sevərləri heykəlin önünə dəvət edirəm. Bir kərə yüksələn bayraq bir daha enməz şüarı ilə hamınız cəm olun heykəlin önündə millət olaraq birliğimizi nümayiş elətdirək, bayramımızı daha möhtəşəm qeyd edək. Dünyanın bütün ölkələrində yaşayan Azərbaycanlılara səslənirəm. Bayramınız mübarək olsun, əziz toydaşlarım. 1918-20-ci ildə qurucu babalarımız Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bütün dahilər yığışaraq şərqdə ilk dəfə Azərbaycan Xalq Cumhuriyyətini qurubdu. Məndən öncə çıxış edənlər Aydın bəy, Namzət bəy söylədi. Xalq Cumhuriyyətinin ömrü uzun olmasa da, Sovet İmperiyası tərəfindən işğal olsa da, sonra 70 il əsarət altında qalan Azərbaycan xalqı yenidən özündə güc qüvvət tapdı və Azərbaycan xalq hakimiyyətini qurdu. Ürək ağrısı ilə deyəcək ki, o hakimiyyətin də ömrü uzun olmadı. Üçüncü dəfə mən inanıram ki, bütün tarixi səhvlərdən ibrət alaraq Azərbaycan xalqı öz hakimiyyətini quracaq, əbədi bir dövlətə sahib çıxacaq. Demokratik qanunlarla işləyən Azərbaycanın vətəndaşı olmaq üçün hər kəsi mübarizəyə səsləyirəm. Gəlin bir olaq, birlikdə xilas olunaq. Halal olsun, halal olsun. Ürəyi burada olan insanların sayesinde Azərbaycanın əsl vətənpərvər, əsl şöhrətli, şərəfətli olan oğulların hesabına biz bu dövlətimizi bir de yeniden azad Azərbaycanımızı quracağıq. Bu azı bayrağın altında azad yaşayacağıq. Bir daha benim balalarım için balalar ağlamamak arzuluyla. Bir daha analarım benim için ağlamağın arzuluyla. Her biri, kızların her biri eşitsin bilsin. Bizim isteyeceğimiz yalnız ve yalnız bir şey var. Azad Azerbaycan'da yaşamak. Ve bir daha anaların ağlamaması. Var olun her birinde. Dostlar, diqqətlə bir şey şiver dara və yəqin istəyirsiniz. Səmimi olaraq ürəkdə gələn bir tədbirin təşkili, orada çıxış eləmək başqa bir şeydir. Quş qoymaq xətrinə elə belə boğazda yuxarı danışmaq başqa bir şeydir. Bəli. İkisi bu insanların bu səmimiyyətini istəyirsiniz, duyuyorsunuz. Baxın dostlar, deməli dahi öyü insan Məhəmməd Əmin Rəsulzadə onun bir arzusunu sizə çatdıracağım. 1954-cü ildə ömrünün sonlarına yaxın deyib ki, mənim xalqım, mənim ölkəm, mənim vətənim, mənim Azərbaycanım əsrin sonunda yenidən öz müstəqilliyinə nail olacaq.
yerden öz özgürlüğünü kazanacak. İnşallah. Ama benim halkımdan benim tövsiyem odur ki o özgürlüğü ikinci defa elden vermeden onu koruyup saklamak ve buna inşallah biz yığışmışız bura onun ruhu altında, onun ruhunun, onun o kölgesi altında biz yığışmışız. Burada bugün bizim Milli Mukavemet ve Halk Parlamento olarak biz Ulu Önderimizin bütün o istenilen arzularını yerine getireceğiz ve kanunlarla dediği gibi bizim özgür Azerbaycanımız, müstakil Azerbaycanımız, müstakil devletimizi Resulzade! Əslən vətənlər, baxın, Əli bəy, mən fikirləşirəm ki, mən öləndən sonra sən mənim qədrimi biləsən, eləcə də Azərbaycan. Allah eləməsin Qurban bəy. Üçüncü Respublikanı quracağıq. Özdə çox yaxınlarda. Nəyə görə bu deyirəm? Əslən vətənlər, 30 ildir siz bu tribunalardan 3-4 nəfərin, maksimum 2 nəfərin üzün görmüsünüz. Səni inandırıblar ki, bunlardan başqa adam yoxdur. Xayfət bunlardır, ana, dədə, əmoğlu, biboğlu, hamıca bunlardır. Azərbaycan xalqı yoxdur ortada. Bəlkə düşən kimi də ifşa olunmaq məqamında da xalq qorxaqsa biz deyiniyək, xalq zəif də biz deyiniyək, hakimiyyət nə bilim, rejim güclü də biz deyiniyək deyə yaxaları kədara çəkiblər. Azərbaycan nə elədi? Azərbaycan insanlara danışmaq imkanı yarattı. İnsanlar danışdılar, özlərini təqdim elədilər. Tribuna tapdılar özlərini. Bəli. İfşa olunan olundu. Ləqiqətli insanlar isə qaldı və bundan sonra qalacaq, davam edəcək. Əziz vətənlər, demokratiyanın söz haqqının, söz hüququnun və xeyri bundadır. Sən bundan sonra kimləri görəcəksiniz, nələr çıxacaq otağa görəcəksiniz. Biz nə qədər Azərbaycandan kənarda yaşayan mütəxəssislərimiz var. Bu millətə sahib çıxacaq, bu milləti idarə edəcək. Nə qədər səviyyəli kadrlarımız var bizim. Onların da biz bir çoxunu sadəcə hədəfə gətirməmək üçün sizlərə təqdim eləməyik dostlar. O adamlar arxa planda gecə gündüz çalışırlar, işləyirlər, əziyyət çəkirlər. Ayrı-ayrı qruplarda adamımızı. Heç qrupların çoxu bir-birini tanımır. Adamlar bir-birini tanımırlar. Və ki, o qruplaşılan əksəriyyəti ya mən tanıyıram, ya bir çox Əli Quliyev tanıyır, ya Abid Qafurov tanıyır, bir hissəsini Ərəstun bəy tanıyır, Teymur bəy tanıyır. Teymur bəyin adını səhmişkən mən buradan özümə mənəvi borc bilirəm ki, dostlar, müqavimət hərəkatının bütün təşkilatçılarına başda Teymur bəy olmağına təşəkkürümü bildirim. Mən bir də demişəm, təkrar eləməyi zəruri hesab edirəm. Mən rejimə qarşı Azərbaycan xalqını birləşdirmək üçün Azərbaycan Xalq Hərəkatı adlı bir format fikirləşdim o zaman 2018-ci ilin sonlarında ki, Azərbaycanda mövcud siyasi qüvvələrin iştirakı ilə klassik xalq cəhbəsi ki var idi 89-90-cı illərdə onun bir obrazında, o obrazda bir təşkilat yaradaq. Nə qədər çalışdım, gözünüzün qabağında şey baş verdi. Alınmadı. Niyə? Çünki aydın oldu ki, sən də Azərbaycanda özünün müxalifəki müxalifət sıryanların 99%, bəlkə də 100% istisnasız olaraq bu və ya digər formada hakimiyyətin təsiri altındadır. Onlara vəzifə bölüblər. Birini avtobusa mindi, biri avtobusun əleyhinə qoy, biri nə bilim radikal olsun, biri yox, biri diyaloğa gəlsin, biri diyaloğa gəlməsin. Belə bir insanların beynində xaos yaratmaq üçün, xalqda inamsızlıq yaratmaq üçün belə bir oyun gedir Azərbaycanda. İmkan vermədilər. Mən gecə gündüz çalışdım gözünün qabağında. Amma sağ olsun müqavimətçi qardaşlarımız, bu təşkilat yaradanlar, bunlar mənim bu vaxt tədbiq etdiyim formatdan tamam fərqli bir format yaratdılar. Siyasi qüvvələrin iştirakı olmadan birbaşa xalqın öz içindən, tabandan, aşağıdan başladılar yaratmağa. Təbii ki, burada müəyyən çətinliklər oldu. Təşkilatın o yaranma mərhələsində, ilkin mərhələsində mənim özümün də xeyli etirazlarım oldu bəzi adamlara qarşı. Çünki onda Teymur bəy də, başqaları da hamı bir-birini tanımırdı. Hər gələn hakim axı öz adamların mütləq yeridir istənilən təşkilat hərəkata. O adamlar təmizləndi. Bundan sonra təmizləmə prosesi gedəcək. Və nəhayət gəldik dostlar xalq parlamenti formatına. Yəni müqavimət hərəkatı bir formatdır. Amma sonradan aydın oldu ki, elə bir
forma tapmaq lazımdır ki, burada həm də ayrı siyasi qüvvələrin tərkibində olan, lakin sədrləri və rəhbərləri tərəfindən yanlış idarə olunan, enerjiləri yanlış istiqamətə sərf edən insanlar istəsələr qoşulsunlar bu birliyə, hərəkata ki, xalqı birləşdirə bilək. Və xalq parlamenti yarandı. Dünya tarixində ilk hadisədir. Sən bir millət olaraq bundan fəxr eləməlisən ki, mən dünya təcrübəsinə bunu sən verdin xalq olaraq. Hansı ölkədə demokratik seçki imkan verilmir? Xalqın iradəsi ifadə olunmur. Biz bir nümunə qoyduq ortalığa xalq olaraq ki, buyurun, internet üzərində seçki keçirin, özünüzün əsl parlamentinizi yaradın. Qoyun xalq özü seçsin. Kimi qəbul edir? O milli məclisə yoxsa bu xalq parlamentini? Gec və ya tez Azərbaycan xalqı qərar verəcək. Mən buna qəti əminəm. Birazdan biz əslən vətənlər müasirət hökumətimizdə quracaq parlament tam formalaşandan sonra. Birazdan biz prezident seçkilərində keçirəcəyik. Birazdan biz nə bilim hakim seçkilərində təşkil edəcəyik. Rayonlarda bələdiyyə seçkilərində biz təşkil edəcəyik. Yavaş-yavaş siz görəcəksiniz ki, Azərbaycanda alternativ bir hakimiyyət var. Azərbaycan xalq özü müəyyənləşdirəcəkdir ki, kimi seçsin. Bunun başqa yolu yoxdur. Ən qansız qadasız yol budur. Bu hakimiyyət başdan əvvəl silahlanıb, vəhşi, heç bir əxlaq tanımır, heç bir çərçivə yoxdur bunlar üçün, heç bir dəyər məyər tanımırlar, küçük uşaqları, əxlaqsız qadınlı kiri daraşıbla millətinizə sökürlər, dağıdırlar ölkəni. Biz bunun qarşısını alacağıq.